Əssəlamu aleykum əziz müştərilərimiz, əziz müsəlmanlar. Sidr tozu barəsində danışmaq istəyirəm. Sidr tozunun faydaları, hansı xəstəliklərdə faydalıdır və onun istifadə qaydası barəsində danışmaq istəyirəm. Deməli, sidr tozundan sehr və ya cadu olmuş insanlar istifadə edə bilərlər. Və istifadə qaydasını qısaca da olsa deyim, deməli, bir vedrə və yaxud bir qab isti su götürürsünüz çinmək üçün. Və içərisinə Quran-ı Kərimdən bəzi surələr, ayələr oxuyursunuz. Məsələn, Fatihə surəsi kimi, Bəqərə surəsindən 1-dən 5-ə qədər olan ayətlər, 255-256, həmçinin 102-ci ayə və sondan 2 ayəni, 285 və 286-cı ayələri və İxlas, Fələq, Nəs surələri, həmçinin sehr kəlmələri keçən surələri, ayətləri daha doğrusu oxuyursunuz və hər oxuduqdan sonra içərisinə üfürürsünüz həmin suyun. Üfürürsünüz, yəni yaxından oxuyursunuz, bir şey ki, nəfəsiniz yəni toxunsun o suya. Və sonra həmin bu sidr tozundan 7 cimcik tökürsünüz həmin suyun içinə və qarışdırırsınız və sonra bir tasın içində, bir vannanın içində silmirsiniz. Çalışın, yəni bu suyu kanalizasiyaya, nəcis bulaşmış yerlərə axıtmayın, çünki içində Allahın ayətləri var. Yəni nəcis bulaşmış yerlərə qarışmasın Allahın ayətləri oxumuş su. Sonra bu suyu Allahın izniyle bir ağacın dibinə tökə bilərsiniz və bu prosesi çalışın 7 gün eyni vaxtda təkrarlayın. Məsələn, bugün tutaq ki, sübhdən sonra çinmişsinizsə, digər 6 günü də sübh namazından sonra çinin. Və əsrdən sonra çinmişsinizsə, digər 6 günü də əsrdən sonra çinin. Və inşallah şəfa taparsınız. Və çalışın, çoxlu dua etsin, çalışın sehr və ya cadu olmuş insan, yəni bu bəlaya mübtəla olmuş insan çalışın, çoxlu dua etsin. Ələxüsusə səccələrdə, gecə namazlarında Allah da özü üçün şəfa istəsin. Belə. Allah bütün xəstələrə şəfa versin. Bu tozu bizdən əldə edə bilərsiniz. Sifariş üçün 055 805 68 64 bizim Instagram kanalımız var. Orada da çalışın, bizi izləyin, paylaşımlara baxın. Bioimmunitet, bioorganik səhifələrimiz var Instagramda. Belə, nəyəsə unutdumsa yazın, soruşun, inşallah cavab verəcəm. Bu qədər, əssəlamu aleykum.